Salam, hər vaxtınız xeyir olsun. Qarlı, şaxtalı, havadan bir vloq paylaşıram. Qızlar, artıq ilk qarımız demək olar ki, ilk qarımızdır. Çünki bir dəfə yağışla birlikdə qar yağmışdı. Ancaq 2-3 dənə belə də, yəni ilk qar demək olmazdı. Bizim rayonumuza ilk qarımız idi yağmışdı və bir gün yağmağına baxmayaraq çox da yaxşı qar yağmışdı və bu arada işıqlarımız da qar yağdısa sönmüşdü. Səhər-səhər şaxtalı olduğuna, qarlı belə olduqda uşaqlar da dərsə getmir 1-2 günlük, yəni çətin olur gediş-gəlişləri. Onun üçün 1-2 günlük idarə eləyirlər ki, şaxtalı hava keçsin, sonra məktəblərinə getsin. Biz də gecə oyanmışdıq. Səhər-səhərdən də işıqlar sönmüşdü. Günorta idi, işığımız yandı. Bizim də evimizin istiliyi kombi sistemi olduğu üçün qızlar işıq söndüsə evimizin istiliyi də dayanır və plitə belə deyim də dördgöz qaz sobasının üzərinə dəmir qoymuşdum ki, ev isinsin, yəni tam soyumasın. İstipol olduqda əslində gec soyur, yəni yer isti olur, ev gec soyur. Yəni günortaya qədər sönmüş olsa da yaxşı oldu. Evimizin istiliyi soymadı tam. Və qarlı olduğu üçün yoldaşım da bu gün işə çıxa bilmədi. Onun üçün bazarlıq etdi, getdi, bazarlıq etdi, gətirdi, evə lazım olanları aldı. Ballı tortun xəmirini yoğuracağam. Qızlar işıq sönmüşdü, amma dedim ki, bu reseptlə hazırladıqda ballı tortu 4-5 saat ən azından xəmirini saxlayıram, gözlədirəm. Sonra bir-bir kojiklərini yayıb, fətirlərini, kojiklərini hazırlayıram. Onun üçün ilk ərzaqları yerləşdirdim. Ballı tortun xəmirini yoğurdum, mayonezə aldırmışdım, salat edəcəm. Qızlar, əslində bugünkü vloqum 2 günlük vloqdur, amma bir hissəsini, bir gününün paylaşım edirəm. Digər gününün paylaşımını isə gələn vloqumda paylaşım edəcəm. Yəni gedişatda görəcəksiniz niyə elə yəni paylaşım edirəm. Əslində 2 günün də birləşdirdə uzun oldu videom. Onun üçün mən 2 hissəyə bölməli oldum. İlk öncə ərzaqları yerləşdirdim. Sonra keçdim ərzaqları yerləşdirdikdən, yəni qablarını yerləşdirdikdən sonra ballı tortun xəmirini hazırlamağa.
Belə qızlar, ərzaqları yerləşdirdim, sonra işığımız sönmüşdü deyən bekarçılıq idi, yəni iş yox idi. Tosteram falan hər şeyi əl altına qoymuşam ki, işıq yanan kimi keçim işlərimi görməyə. Oğlum da bu arada geyim-keçim edib, həyətdə qardan adam yığır, düzəldir daha doğrusu. Mən də belə qarıda biraz çıxdım, üşüdüm, qayıtdım dala. Belə qızlar, ərzaqları yerləşdirdiklərimi də yenə şkafın içərisinə qoydum. Sonra keçdim ballı tortun xəmirini hazırlamağa. Və belə qızlar, artıq burada işığımız yanıb, günorta idi, işığımız yandı. Ətləri tez basar hazırladıq. Mən də balı tortun xəmirini hazırlayıram. Burada da yoldaşım qarlı hava olduğu üçün işə çıxmamışdı. Yəni görünür ki, ilk dəfə də ət doğrayır. Burada kömək edir ki, ətləri özü doğrayır. Mən də burada balı tortun xəmirini hazırlayıram. Xəmirini hazırladım, qoydum soyuducuda qalsın. Sonra kremini də tez bazar hazırladım qızlar bu arada ki, işıq yanmışkən. Yenə ballı tortun kojiklərini hazır da satılır qızlar, amma mən çalışdığım qədər evdə hazırlayıram. Yəni alınma ilə evdə bişirmənin dadı tamam fərqli olur. Həm də böyük ölçüdə etdim. Ballı tortun resepti ətraflı kanalımda var. İstəyən daxil olub baxa bilər. Ətraflı reseptlə, yəni tam ölçü ilə qeyd etmişəm. Belə qızlar, yəni yenə də deyirəm, işıq yanmayanda yenə korjiklərini belə almaq da olardı, amma kremini yenə də mikserlə qarışdırdığım üçün işıqdan istifadə edirəm deyən tez xəmirini yoğurduqdan sonra kremini də hazırladım, soyudu. Bişmiş malako özüm evdə hazırladım. Sonra kremini də tam malako suyuna bişmiş malakosu soyuduqdan sonra burada ballı tortun yağını parda belə əridirəm içərisində. Yumurta, yağ, şəkər tozu, süd, bal hamısını əlavə edib qarışdırdım. Sonra sodasını bir də ununu da hissə-hissə vanilini əlavə edirəm. Qabartma tozu istifadə olunmur. Belə qızlar. Belə qızlar, mən kremini, xəmirini falan hazırlayarkən yoldaşım burada ətləri çəkirdi. Qızlar belə baxmayın, ilk dəfədir edir. Mən də burada kremini hazırladım. Səhər atanın doğum günüdür, yəni qaynatamın doğum günüdür. Onun üçün hazırlıqlar edirəm. Burada kremini hazırladım. Ana aylarda ata həyətdə qar yağış olduğu üçün toyuq cücələrinə istilik yemlərini, atlarını belə deyim də təmizləyirlər. Onun üçün onlar həyətdə iş görürlər, biz də evdə. Və belə qızlar, başladım ballı tortun bir-bir kündələrini tutub. Ümumilikdə 11 kündə hazırladım. Böyük ölçüdə dediyim kimi, böyük ölçüdə hazırladım ballı tortu.
Kündələrini bir-bir, 11 ədəd kündə alındı. Bir də balaca ölçü, orta boy ölçü, üstü üçün ovuntu, yəni kənarı üçün, üstü üçün ovuntu etmək üçün onu da bişirdim. Biraz çox qızartdım ki, ovuntusunda yaxşı görünsün. Belə qızlar, korjiklər də bişdi nəhayət ki, artıq tortu yığmağa başladım. Korjikləri bişirdikdə bir dəfə də işıqlarımız söndü. Nəysə rahatlıqla bişirdim, tez yandı işıqlarımız. Tez bazar mən də korjikləri bişirdim ki, yarımçıq qalmasın. Soyuduqdan sonra başladım tortu yığmağa. Tortun qızlar, ötən vloqlarımda da qızlardan yazmışdı ki, içərisinə, yəni bayramda tort hazırladığım vloqun içərisinə yazmışlar ki, içərisinə əlavələr etdikdə daha dadlı olur tort. Qızlar, bilirəm, əvvəllər mən də edirdim. Doğramış qoz falan tökürdüm, bişmiş moloko və yaxud da ki, şokolad, doğranmış şokolad, damla şokolad belə əlavə edirdim. Amma indi uşaqlar ümumiyyətlə xoşlamır, sevmirlər. Yəni görürəm ki, bişirdikdə yemirlər, istəmirlər. Mən də onun üçün, yəni uşaqlar yəni görürəm ki, yemir, onun üçün etmirəm içərisinə. Şokolad da içərisinə istifadə etmədim.